Ötən gecə Rusiya Federasiyasının Bryansk vilayətinin Oktyabrsky kəndində hava limanına Ukrayna PUA-larının hücumu nəticəsində Mi-8 helikopteri məhv olunub. Daha bir Mi-35 isə zədələnib. Bu barədə cümə günü Astra-Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbələrə istinadən məlumat yayılıb. Zərbələr nəticəsində Mi-8 döyüş helikopteri tamamilə yanıb. Onun döyüş ləvazimatları partlayıb. Mi-35 helikopteri də qismən zədələnib. Bundan əlavə hava limanının inzibati binasına və xilasetmə xidmətinin binasına ziyan dəyib. Ölən və yaralananlar olmayıb. Куда он уехал? Короче, если мы умрем, то мы умрем все. Видно? Да. Пешком, давай. Ебать!